Azərbaycanda hökumətin nəzarət etdiyi müxtəlif saytlarda çalışan köhnə jurnalist tanışlardan sızan bəzi məlumatların əsasında sizə bir söhbət etmək istəyirəm. Bir mənalı demək olar ki, Azərbaycanda dezinformasiya və fake news kampaniyalarının təşkilatçısı bu prosesi süni şəkildə təşkil edən hakimiyyət içərisindəki maraqlı qüvvələrdir. Onlar süni informasiya gərginliyi yaratmaqla gündəmi idarə etməyi, əhali arasında xof yaratmağı, insanların diqqətini əhəmiyyətli məsələlərdən yayındıraraq bayağı xəbərlərə yönləndirməyi və ən əsası belə vəziyyətdən istifadə edib siyasi dividend qazanmağı planlayırlar. Təbii ki, dövlət büdcəsindən də güya fake newsla mübarizə adı altında müəyyən vəsaitləri silməyi də bacarırlar. Ölkədə elə bir media yoxdur ki, prezident administrasiyasının tezislərindən və tapşırığından kənar məlumat yaysın, müstəqil material hazırlasın. Bütün informasiyalar bir mənbədən idarə olunur. Saytların yazdığı hər bir xəbər prezident administrasiyasından mediaya ötürülür və onlar da bu xəbərləri tirajlayırlar. Azərbaycanda cəsarətli mediada qalmayıb ki, hansısa məsələni müstəqil araşdırsın və ya ona şərh versin. Məsələyə bir neçə misallar üzərindən diqqət edək. Bir neçə gün öncə Şərurlu İsfəndiyar kimi tanınan iş adamının oğlu Şahin Axundovun həbs olunması xəbərini prezident administrasiyasına bağlı əksər saytlar tirajladı. Bir neçə saat sonra həmin saytların bir hissəsi İsfəndiyar Axundovun kiçik açıqlamasını verərək oğlunun yanında olduğunu və həbs edilmədiyini bildirdilər. Bir neçə gün geniş ictimaiyyət mediada yalnız Şərurlu İsfəndiyarın oğlunun həbs edilib edilməməsi ilə bağlı materialların şahidi oldu. Normal bir media çıxıb polisə və ya onu həbs edə biləcək quruma sorğu vermədi ki, belə bir adam həbs edilib və ya edilməyib. Faktiki olaraq mediada çaşbaş qalıb ki, prezident administrasiyasından xəbər gəlir ki, həbslə bağlı informasiya yayın, İsfəndiyar Axundov isə açıqlama verir ki, bu xəbər yalandır. Xırda və cəmiyyət üçün əhəmiyyət kəsb etməyən bir məsələ üzərindən insanların diqqətini yayındırmaq və dezinformasiya yaymaqla məşğuldular. Hakimiyyət bu cür məsələlərlə, xəbər manipulyasiyaları ilə məşğuldur. Əvvəlki illərdən fərqli olaraq son bir neçə ildir xəbərlərin kütləvi şəkildə yayılması və saytlardan dərhal silinməsi hallarına da rast gəlirik. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Ya təksib etməlisən, ya da verdiyin xəbərin arxasında durmalısan. Lakin hakimiyyətin saytları bir xəbəri yayır, onlara tapşırıq gəldikdə isə silmək məcburiyyətində qalırlar. Məsələn, USAID ilə bağlı bəzi QHT sədrlərinin istintaqa cəlb edildiyi xəbərlərini saytlar tirajladı. Sonra həmin saytlar qələt etmişik deyib xəbərləri sildilər. Bütün bunlar göstərir ki, hakimiyyət dezinformasiya və fake news yaymaqla media siyasətinin həyata keçirilməsi imitasiyasını yaradır. Materialı hazırlayarkən hakimiyyətin media siyasətinə rəhbərlik edən Hikmət Hacıyevin bir neçə beynəlxalq konferansda dezinformasiya və fake news kampaniyaları ilə bağlı fikirlərinə rast gəldim. Bildirir ki, ölkəmiz fake news və dezinformasiya hücumlarına məruz qalır. Türkiyəyə çağırış edir ki, birlikdə fake newslara qarşı mübarizə aparaq. Lakin Hikmət Hacıyev unudur ki, bugün Azərbaycanın daxilində dezinformasiya və fake news problemi var və bunun başında da onun özü dayanır. Ölkə mediasını elə vəziyyətə salıblar ki, sayt özü də məcburdur fake xəbər yaysın. Əks halda 20 xəbər limitini doldura bilməyəcək və pulunu kəsəcəklər. Saytların çoxunda televiziyalardakı kimi mənəvi dəyərlərimizə zidd xəbər yayılır. Televiziyada müğənnilərin ailəli kişilərdən uşaq dünyaya gətirdikləri barədə bir açıqlama verilir, səhəri gün onu bütün saytlar tirajlayır. Medianın problemləri kifayət qədərdir və onlara imkan olduqca ayrı-ayrı buraxılışlarda toxunacam. Bugün isə əsas mövzu əvvəldə qeyd etdiyim kimi hakimiyyətin dezinformasiya və yalan xəbər yaymasıdır. İzləyicilərimizin diqqətini daha bir misal üzərində hakimiyyətin media yalanlarına yönəltmək istəyirəm. Bakıda Rus evi adlanan mərkəzdə Rus casuslarının aşkar olunması, Azərbaycanda bəzi məmurların Rusiya cəsusu adlandırılması və sair buna bənzər silsilə xəbərlərlə tanış olduq.
Bircə media çıxıb araşdırma aparmadı ki, Rus evi ölkədən qovulanda həmin orada işləyən casusların aqibəti necə oldu? Daha sonra media Ramiz Mehdiyev başda olmaqla bəzi məmurların Rusiya casusu olması faktını ifşa etdilər. Amma bircə nəfər də casus olduğuna görə həbs edilmədi. Demək ki, media hər iki məsələdə yalan xəbərlər yaydı. Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurularkən medianın yaydığı feyk xəbərlərə, prezidentin odlu alovlu çıxışlarına, daha sonra isə heç bu hadisə olmamış kimi yanaşılmasına toxunmaq istəmirəm. Çünki Azərbaycan hakimiyyətinin özü üçün də təyyarə vurulması ilə bağlı istintaqın gedişatı və nəticəsi maraqlı olmadı. Bugünə qədər də qara qutudan xəbər çıxmadı, oradan nə aşkar olundu və s. heç kimə bəlli olmadı. Medianın bir məntəqədən idarə olunması, hadisələrin sona qədər izlənilməməsi və digər addımlar hakimiyyətin rahatlıqla xəbər manipulyasiyası etməsinə, istədiyi yalan xəbəri asanlıqla cəmiyyətə sırmasına gətirib çıxarır. Düşünürəm ki, bizlər hökumətin bu oyununu diqqətlə izləməli və yalan xəbərlərin tələsinə düşməməliyik.